Biz əsas məqsədimiz sinə zələsinə daha çox gərginlik vermək. Like Wick, baby. Oh. Sinənizə ekstra gərginlik verəsiniz. Sinə zələsinə 2 dənə hərəkət işləyəcəksiniz. İkisindən biri bu olmalıdır mütləq. Hamınıza salam dostlar, mən Elzam. Bu günlərim sizlərlə birlikdə öz sinə məşqi proqramı bölüşəcəm. Artıq 3 aydır ki, kanalımda heç bir video paylaşmıram. İstədim ki, ilk videoma məşq videoları ilə başlayayım. Amma yəni təkcə məşq videoları olmayacaq, əyləncəli konseptdə hər tərzdə videolar kanalda paylaşacağam. Bir də videoya keçmədən qabaq onu vurğulayım ki, mən özüm professional məşq eləyən deyiləm. Prosta ki, istədim sadəcə öz sadə, yəni günlük məşqimi sizlərlə bölüşüm. Bəli dostlar, ilk razminka ilə başlayacağıq. Razminkanı məşqdən qabaq 100% eləyin. Çünki razminka ilə məşqə başlasaq zədə və travma ala bilərsiniz. Zədə aldıqda isə bu məşqdən uzun müddət yəni ayrı qalasınız da. Çünki məşqdən ayrı qalacaqsınız nə deməkdir? Nəysə, çox uzatmaq istəmirəm, keçək videomuza. Dostlar, hələ ki bu razminka idi, yəni hələm ilk hərəkətə keçməmişik. İlk hərəkətimiz bench press olacaq. Bench pressdə yəni bütün hərəkətlərdə 4 setdən eləyəcəyik. İlk seti 30, yəni normal çəki qoyub, yüngül çəkidə özümüzə görə. İndi misal üçün məndə 15 qoyacağam. Siz özünüz ya 5 qoya bilərsiniz, ya 10 qoya bilərsiniz. Yəni 30-40 təkrar eləyəcəyik. Ondan sonraki setlərdə isə sayı azaldacaq, çəkini artıracaq və düzgün texnika ilə işləyib sırf sinə zələsinə fokuslanacaq. Dostlar, burada gördüyünüz kimi özünüzdə, mən yəni burada işləyəndə bench pressdə dirsəyi tam asmadım, yəni kilitləmirdim, yarımçı asırdım. Düzdür, əslində bunun düzgün qaydası sinəyə toxunmalıdır, ondan sonra düz kilitlənməlidir. Amma biz əsas məqsədimiz sinə zələsinə daha çox gərginlik vermək üçün yarımçı açırıq. Yəni buna da diqqət eləyərsiniz. Və bir də onu deyim ki, yəni bunu yaxın götür. Misal üçün mən bəyaqlarımı belə tutdum da, amma siz yəni yüngül çəkilərdə həll tuta bilərsiniz, problem yoxdur. Ağır çəkilərə gələndə, yəni risk atmayın. Bu baş barmağınızı buradan keçirdin. Çünki sizin əlinizdən sürüşüb üstünüzə düşə bilər. Onda da axırı pis nəticələnər. Yallah, ikinci setə başlayaq. İkinci setdə də çəkini biraz qaldıracağam. Sayını 12 dəfə eləməyə çalışacağam. Düzgün texnika ilə amma. Bir də ki dostlarım, onu demək istəyirəm ki, sizə sinə günü bench pressi mütləq proqramınıza əlavə edin. Çünki bench press sinə zələsinin kütlə və həcmin əsasını qoyan önəmli hərəkətlərdən biridir. Yəni siz bunu bu hərəkəti eləyəndə bütün diqqətinizi buna yönəldin. Hətta belə deyim də sizə, yeməyiniz yaxşıdırsa 4 set yox, bunu 6-7 setə qədər də çıxarda bilərsiniz. Yəni o dərəcə önəmli bir hərəkətdir. İndi biz 3-cü setə başlayacağıq. 3-cü setdə ki, biraz da çəkini artıracağam. Bunda da hədəfim biyaqlarım 12-dən çıxdı. Bunda da prosta ki o şey var ki, üstümdə qalsa nə edəcək? Gəlib bir ayağımdan dartaraq.
Bir dəqiqəlik videonu dayandırıram dostlar. Zalımıza gəlmək istəyənlər üçün qısa bir məlumat vermək istəyirəm. Zalımız həftənin bazar günündən başqa həftənin 6 günü açıqdır. 105 və yaxud da ki 2-4-6-cı günlər, yəni istəyinizə uyğun gələ bilərsiniz. Aylıq həftənin 3 günü gəlmək şərti ilə 30 manat, 6 gün gəlmək istəyirsinizsə də 40 manatdır. Zalımızda whey protein, kreatin və amino da mövcuddur. Təbii ki, bunlar ödənişləndir. Və misal üçün zalımıza gəldikdə məşq proqramı olsun və yaxud da ki yemək proqramı olsun, yəni bunlarda da köməklik göstərilir. Yəni o barədə narahat olmayın. Və son olaraq da məşq videolarımızı çəkməyimizdə şərait yaratdığı üçün Vasif müəllimə də təşəkkürlərimi bildirirəm. Ay biz şey... Oradan doğru. Dostlarım, bayaq bench pressin nə qədər önəmli olduğunu vurğuladım. Bir də bunu demək istəyirəm ki, bu sinə əzələsinə bench press dediyim kimi çox önəmlidir. Yəni bundan sonra işləyəcəyimiz hərəkətlərdə sinənin üst, alt, orta hissəsini işləyəcəyimiz hərəkətlərdə dəstəkləyici hərəkətlər sayılır. Yəni bu sinənin təməlini qoyan hərəkət bench pressdir. Bir də ki, dostlarım, bu məşq eləyəndə, yəni bu sözü yəqin ki, çox eşitmisiniz, hiss eləyərək məşq eləyin. Bunu indi uzun müddət bu idman növü ilə məşğul olanlar mənə daha yaxşı başa düşəcək. Çünki mən də ilk başlarda normal çəki qoyurdum. 10-15 də tap-tap vurandan sonra yəni heç bir şey olmurdu. Nə ağrı hiss eləyirdim, nə də bir şey. Sadəcə sinə əzələmdən başqa digər bütün əzələlərim ağrıyırdı yəni. Müəllim deyirdi ki, məsəl üçün hiss eləyərək işte. Mən bunu başa düşmürdüm ilk vaxtlar. Amma davamlı məşğul olduqca adamın özü başa düşür ki, yəni nə demək istəyirdi də vaxtı ikən müəllim. Yəni bu da yazı başlayanlar varsa indi aranızda, demirəm yəni şey eləyin tam hiss eləyərək. Bunu özünüz davamlı məşğul olduqca özünüz başa düşəcəksiniz nə demək istədiyimi. Və bununla deyim ki, indi yəqin ki videonu təzə başlayanlar, həvəsi olanlar da izləyəcək. Setlər arasında maksimum 1 dəqiqə fasilə verin. Hərəkətlər uprajeniyalar arasında, misal üçün bench pressdən incline dumbbell pressə 45 dərəcədə işləyəcəyimiz hərəkətə keçəndə 3 dəqiqə, maksimum 3 dəqiqə fasilə verin. Və məşq əsnasında da tez-tez su içməyə çalışın. Dostlar, növbəti hərəkətimiz incline dumbbell pressdir. Burada da yenə bench pressdə işlədiyimiz kimi 4 set işləyəcək. İlk seti çox sayda, növbəti setlərdə də yəni bench pressdə işlədiyimiz kimi sayı azaldacaq, çəkini artıracaq biraz. Yəni burada da dirsəyi tam açmayasınız, qırıq formada açasınız və sinəyə toxundurasınız. Bu qədər bəsitdir. Və bir də incline dumbbell pressə başlamamışdan əvvəl bunu nəzərinizə çatdırım ki, sinənin üst hissəsi sinə əzələnizin qəşəng görsənməsi üçün çox önəmlidir. Yəni sinənin üst hissəsinə üstünlük verin. Yəni özünüzdə olan dəyişikliyi görüşəməyi belə deyim də. Görüşəsiniz. Və mən sən edirəm, elmi cəhətdən çox soruyorum sınırlara. Zorlama. Dostlarım, deməli, əgər sizin üst sinəniz zəifdirsə, bunu bir dənə yox, 2 dənə hərəkət edin. Zaten bu idmanda ana qaydası məncə hansı əzələniz zəifdirsə, hansı əzələniz digər əzələlərə nisbətən geridirsə, ora daha çox yönəlməkdir. Yəni burada da dediyim kimi üst sinəniz zəifdirsə, bir yox, 2 hərəkət eləməyinizi tövsiyə edirəm sizə. Bax, yenə deyirəm, düzgün qaydası bench press, incline dumbbell pressdə də tam açmırıq, yarımçıq eləyirik. Çünki biz daha çox gərginlik vermək istəyirik sinə əzələsinə. Yəni burada da eyni qayda ilə endirdiniz, yarımçıq. İndi mən arada çaşıb tam eləyirəm.
Amma siz belə eləsəz effektini özünüz görəsiniz. Bacara bildiyiniz qədər aşağı indirin. Dostlar, deməli gəlin tövsiyə verirəm. Yəni misal üçün bu həftə siz sinə gündə bench pressdə qriflə işləyib, burada dantellə işlədirsə, gələn həftə misal üçün dəyişiklik eləyə bilərsiniz. Bench pressdə dantellə, burada da qriflə işləyə bilərsiniz. Yəni cüzi dəyişikliklər sinə əzələsində nəticə verəcək. İndi 4-cü setdəyik. 4-cü setdə başlayaq yavaşdan. Bundan sonra da dumbbell fly keçəcək. Yəni açma hərəkətinə. O da çox mükəmməl bir hərəkətdir. Onu da izah edəcəm. Yep. Like Rick, baby. Oh. Növbəti hərəkətimiz dumbbell fly-dir, yəni açma hərəkətdir. Bunu indi sizə düzgün qaydasını göstərəcəm. Ona keçməmişdən əvvəl bir dənə bir şey demək istəyirəm. Yəni burada bayaqlarını dedim, yəni dəyişiklik eləyin. Bəzən qantellə, bəzən qriflə işləyin. İndi deyə bilərsiniz ki, bu qantellə qrifin fərqi nədir ki, yəni ikisi də eyni şeydir də, yəni qaldırıq endirik. Və birinci fərqi odur ki, biz qriflə işləyəndə iki əlimizlə tuturuq, yəni bir-birinə dəstək olur da, tarazlıq cəhətdən. Həm də ki, bu bir-birinə dəstək olduğu üçün çox çəki ilə də işləyə bilirik. Düzdür, ikisi də sinə əzələsinə gərginlik verir. Amma qantel qrifə nisbətən ekstra gərginlik verir sinə əzələsinə. Çünki biz qantellə işləyəndə həm tarazda saxlamalıyıq onu, həm də ki, bu qrifdə misal üçün sinəmizə qədər toxundura bilirik, amma qanteldə sinəmizdən də aşağı endirə bilirik. Yəni dediyim kimi ekstra gərginlik verir sinə əzələsinə. Yəni bu qədər. İndi keçək dumbbell fly-a. Bunu özünüzə rahatladınız beləsinə. Düz kilitləməyəsiniz, qırıq formada. Bunu bu formada tutmayın, beləmdir, içəriyə doğru. Çünki bunun üçün daha effektiv olur da. Bu. Sinənizi bacara bildiyiniz qədər qabağa verin. Birəndə də yerə dəyənə qədər indirməyə çalışın. Əsas məqsədimiz sinəmizi olma açılsın, qalğanı sıxışdırıb gərginlik verək. Bunu da ki, ağır çəkilərlə işləməyinizi tövsiyə edirəm. Daha effektiv olsun. Amma bunu altını düşünməsəz, çizərək deyirəm ki, yəni burada ağır çəkilərə də öz üstünlük verin. Amma texnikanı pozmadı. Siz texnikanı pozub desəz burada Allah korusun nəsə ola bilər. Yəni bir yeri sıra bilərsiniz. Baxın uşaqlar, burada deməli bunu yenə o birisi hərəkətlərdə olduğu kimi tam bitişdirmirsiniz. Arada məsafə qalır. Bunu eləsəz, yəni arada məsafə saxlayıb onu endirsəz, sinənizə ekstra gərginlik verəsiniz. Sinə əzələsinə 2 dənə hərəkət işləyəcəksinizsə, ikisindən biri bu olmalıdır mütləq. Yəni bu dərəcə önəmli bir hərəkətdir. Bu sizin sinə əzələnizin həzmini genişləndirmək üçün çox ideal bir hərəkətdir. Sektorlarda indi keçəcək dumbbell pullover. O da ki, sinə əzələsinin alt nahiyəsi üçün çox qəşəng hərəkətdir. Onu da göstərəcəm birazdan sizə. Deməli dostlar, axırıncı hərəkətimizdə, axırıncı hərəkətimiz dumbbell pulloverdir. Bunu iki cür işləyə bilərsiniz. Biri bunu düzünə uzanıb işləyə bilərsiniz, bir də ki, yan tərəfdən uzanıb işləyə bilərsiniz. İndi əgər bu hərəkəti ilk dəfə eləyirsinizsə, düz uzanmanızı məsləhət görürəm, çünki daha rahat olur beləsinə. Çünki davamlı bu hərəkəti işlədikdən sonra yana uzanıb işləsəz, daha yaxşı effekt görəcəksiniz. Biz indi professional olduğumuz üçün qarşı yanına uzanaq. Mən özüm professional məşq eləyən deyiləm. Bu formada olacaq. Belinizi bura söykəsiniz, bu baldır hissəni də aşağı eləyəcəksiniz. Yəni bu formada yox da, bu formada olacaq.
Ulan da koy. Dostlar, deməli burada işləsəniz, indi siz bu düzdür sinənin altına işləyir və bununla yanaşı kürək nahiyəsindən də işləyir. Yəni sizə belə deyim də, düzdür sinənin alt hissəsi aktiv olsa da pasiv şəkildə kürək əzələsi də işləyir. Yəni indi orada işləyəndən sonra deyə bilərsiniz, mənim sinəm yox, kürəyimə işlədi. Yox, bu ikisindən də işləyir. Həm kürəyə də, həm də sinəyə də. Siz bunu kürək məşqində də əlavə edə bilərsiniz, sinə məşqində də işləyə bilərsiniz. Yəni bu axırıncı hərəkətimizdir. Yəni çox da belə fərqli, çoxdur hərəkətlər. Həqiqətən misal üçün sinə üçün, kürək üçün, çiyin üçün fərqli əzələlərə hərəkətlər həqiqətən artıq çoxdur. Prosta ki, yəni bunlar kifayətdir. Çox da belə fərqli hərəkətlərə ehtiyac yoxdur. Siz dediyim hərəkətləri düzgün qayda ilə, texnika ilə işləyib, sinə əzələrinizə doğru gərginliyi versəniz, nəticəni də özünüz görəsiniz. Zaten indi bu birinci setimizdir. Bundan sonra 3 setdə işləyəcəm. Ondan sonra məşqim yekunlaşacaq. Bitəcək bugünkü sinə məşqim. Yəni videomuz bura qədərdir. Əgər həqiqətən bu tipdə konseptlərin daha çox gəlməsini istəyirsə, məşq videolarının daha çox gəlməsini istəyirsə, sizdən tək xahişim odur ki, kanalımıza abunə olub, videoya like atıb və bu videonu maksimum dərəcədə dostlarınızla paylaşmaq. Növbəti videolarda görüşənədək özünüzə müayət olun, sağ olun.